Tam ədədin natural üslü qüvvəti. Biz natural ədədlərin natural üslü qüvvətini keçmişdik. Yəni, məsələn, 5-in üzərində 3-dürsə, bu o deməkdir ki, 5-i 3 dəfə öz-özünə vurmaq. Bu da 125 edir. Yəni, 5 vurulsun 3, 5 üstü 3 olmaz. 5 vurulsun 3 kimi yaza bilmərik. Yəni, 5-i 3 dəfə öz-özünə vurmaq. Eyni qaydada da mənfi ədədlərin natural üslü qüvvətləri. Məsələn, mənfi 2-nin üstündə 4 bərabərdir. Mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2. Biz nə edirdik? İlk öncə işarəmizi təyin edirik. Mənfi işarələrə bax. 1, 2, 3, 4 də nə idi deyə bu müsbət olurdu. Yəni, müsbət 16. Mənfi 2 üstü 3-də mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2. Mənfi işarələri saydıq. 3 ədəddir, yəni cavabımız mənfi olacaq, mənfi 8. Buradan belə bir qayda çıxararıq ki, mənfi ədədlərin natural üslü qüvvəti, əgər qüvvət üstü cüt ədəd olarsa, cavabımız müsbət, üstü tək ədəd olarsa, cavab mənfi olacaq. Yəni, 2 üstü 4, 4 cüt ədəddir deyə cavab müsbət oldu, 3 tək ədəddir deyə cavab mənfi oldu. Sonra, biz məsələn, bax, bir var yazaq ki, mənfi 2 üstü 4, yəni biz mənfi tam ədədlərin üstü qüvvətini mütləq tam ədədin mötərizədə yazmalıyıq. Bu, o deməkdir ki, mənfi qalır 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2. Bu olacaq mənfi 16. Amma mənfi 2-nin üzərində 4 isə, mənfi 2-ni 4 dəfə öz-özünə vurmaq deməkdir. Mənfi 2, burada isə cavabımız olur müsbət 16. Yəni, bunlara diqqət edərsiniz. İfadələri qüvvət şəklində yazın. Burada baxırıq. Mənfi 7-dən 3 ədəddir. Üzərində 3. Yenə deyirəm, bu mənfi 7, 3 başqa bir şeydir. Mənfi 7 üzərində 3 başqa. Yəni, cavab mənfi. Burada isə 4 ədəddir. Mənfi 6-nın üzərində 4. 5 ədəddir. Mənfi 3-ün üzərində 5. Hesablayın. 6 üstü 3, yəni 6-nı 3 dəfə öz-özünə vurduq. 216. Üç üstü 6, yəni 3-ü 6 dəfə öz-özünə vurmaq, bu da 729. Üstü tək olduğuna görə cavabımız mənfi olacaq, mənfi 216. Burada üstü cütdür deyə cavab müsbət olacaq, bu da 729. Mənfi 1-in üstü cütdür deyə müsbət olacaq. 1-i də neçə dəfə öz-özünə vursaq, 12 dəfə yox, 120 dəfə də vursaq 1 edir. Sadəcə işarəmizi təyin edirik ki, müsbətdir. Burada 1-in üstü təkdir deyə cavabımız mənfi 1 olacaq. 0-ın üstündə istənilən ədəd 0-dır. Mənfi 3-ün üzərində 3 üstü təkdir deyə cavab mənfi olacaq, mənfi 27. Mənfinin üzəri cütdür deyə müsbət olacaq, 64. 4 üstü 4 isə 64. A və N-in verilmiş qiymətlərində ifadəsinin qiymətini hesablayın. A bəndində A üstü N deyir. Yəni, mənfi 7 üstü 3. Bu da olacaq mənfi. Çünki üzəri təkdir. Mənfi 7-ni də 3 dəfə öz-özünə vurduq. 343. B bəndində mənfi 2 üstü 4. Üzəri cütdür deyə müsbət olacaq. 16. C-də mənfi 1 üstü 108. 108 cüt ədəddir deyə cavabımız 1 olacaq. Mənfi 1 üstü 109. 109 tək ədəddir deyə cavabımız mənfi 1. Y-də 0 üstü 215, yenə 0. F-də mənfi 8 üstü 2, üstü cütdür deyə müsbət olur, 64.
G-də mənfi 4 üstü 2 üstü cütdür deyə müsbət olacaq 16. H-da isə mənfi 3 üstü 5 3 üstü 4 81 81 də vur 3-ə. Bu da üstü təkdir deyə mənfi 243. Hesablama aparmadan ifadənin qiymətinin mənfi yaxud müsbət ədəd olduğunu müəyyən edin. Deməli, üstü təkdir deyə mənfi olacaq və cavabımız mənfi 32. Üstü cütdür deyə müsbət olacaq 81. Üstü cütdür müsbət. Üstü təkdir mənfi. Burada üstü cütdür deyə 196. 5-də hesablama aparmadan ifadənin qiymətinin mənfi yaxud müsbət ədəd olduğunu şifahi tapın. Deməli, bu üstü cütdür müsbət, üstü təkdir mənfi, müsbəti mənfiyə vuranda mənfi. Cavabımız mənfi. Burada da 1 vurulsun mənfi 8, o da bərabərdir mənfi 8. Burada müsbət, cavabımız olacaq müsbət, yəni 81 vurulsun. Yəni bizdə sadəcə cavabını tapmamızı istəmir, işarəni təyin etməyimizi istəyir. C-də bu mənfi, üstü təkdir mənfi, mənfini mənfiyə vurduqda isə müsbət. D bəndində isə üstü təkdir mənfi, yenə üstü təkdir deyə mənfi, mənfini də mənfiyə vurduqda müsbət. 6-da müqayisə edin. Üstü cütdür müsbət, bu 1. Bu 1 edir, bu isə mənfi 1 edir. 1 mənfi 1-dən böyükdür. Bu mənfi 1 edir, bu da mənfi 1 edir, bərabərdir. Burada üstü təkdir mənfi 125, bu isə mənfi 25-dir. 25 daha böyük. Mötərizədə deyil deyə mənfi olacaq cavabımız üstü cüt olsa da. Mənfi 64, bu da üstü təkdir deyə mənfi 64, bunlar da bərabər. Bu yenə mənfi 2 aid deyil deyə, sadəcə bu mənfi 64, 6-nın kubu da mənfi 216, mənfi 64 daha böyük. Bu mənfi 1 üstü cüt olsa da mötərizədə deyil deyə. Burada isə mənfi 2-nin kubunu hesablayırıq əvvəlcə mənfi 8. Qarşıda da bir mənfi var deyə olacaq 8. Yəni 8 daha böyük. G bəndində isə bu mənfi 16 vurulsun mənfi 1 olur. Cavabımız olur 16. Burada isə mənfi 16. 16 daha böyük. Mənfi 27 vurulsun 4 olur. Cavabımız mənfi 108. Burada isə mənfi 144, mənfi 108 daha böyük. 7-də suallara cavab verin. Ən böyük 2 rəqəmli mənfi ədədin ədəd olur mənfi 10. 2 rəqəmli dedi. 5-ci qüvvəti, bunun üzərində 5, mənfi 1, 2, 3, 4, 5, yəni 100.000. Ən böyük 4 rəqəmli mənfi ədəd hansı ədədin kubudur? Ən böyük 4 rəqəmli mənfi ədəd, yəni mənfi 1000-dir, 4 rəqəmlidir. Bu da mənfi 10-un kubudur. Hasili mənfi 5 ədədinə bərabər olan 2 təm ədədin cəminin 4-cü qüvvəti. Hasili 5 olan, mənfi 5 olan, mənfi 1 və 5, bir də 1 və mənfi 5. 2 tam ədədin cəminidir. Mənfi 1 üzərinə gəl 5-in cəminin 4-cü qüvvəti. Bu olur 4 üstü 4, 256. Burada isə 1 üzərinə gəl mənfi 5, bunun 4-cü qüvvəti. Bu da olur mənfi 4 üstü 4, 256. Hər ikisində cavab 256 oldu.